Deməli bu dəfə nə olub? Maşını alından itələyirəm. Mən hələ bir dənə maşını tək sürməmişəm. Maşını itələmək lazım, kömək eləyərsən. Hə, otur. Araba yıxa bilmədi bunu. Bəs 24 yıkacaq. Bu 24 alanda kimsə günahına girmişsən yüzə. Gəlib bir tər çıxdı. Boş var oldu yer. Dərd bitmir. Siz almayın. Mən etdim, siz etməyin. Salam dostlar. Biz yenə Qaz 24 problemləri ilə yanınızdayıq. Deməli bu dəfə nə olub? Qaz 24-ün muftası muft buraxır. Gedirik indi ona baxdırmağa. Gedirik maşının itələməyə. Niyə görə itələməyə? Yenə də təzə akkumulyator ölüb. Orada 5-6 gün sürmədim, akkumulyator öldü. Hələ də o bir qəribə bir şeydir ki, nəyə görə öz başına akkumulyator ölür. İndi Muradla hər dəfə bir dənə qonşu gəlir. Yolda qonşu dostlardan kimi tapdım. Bütün məhəllə mənə kömək eləyir də. Keçən dəfə Əli idi. Bu dəfə Murad. Murad, səncə biz onu itələyən Primska ilə yenə xotaya biləcəyik. Keçən dəfə Primska verdi, güclə zamok açanda işıq yandı. Belə tam ölüb. Çalışarıq da indi, nəsə eləyək. Nəsə fikirləşərik. Yoxsa yenə itələməli olacaq. Maşını alından itələyirəm. Mən hələ bir dənə maşını tək sürməmişəm. 3 nəfər arxadan itələyib. Mən də rulda. Məşq eləməkdə səhər-səhər itibarıdır. Baxdım, burada az axıdıb. Deyim, Məhəmməd Əli, onu saxla. Yol çəksən. Maşını itələmək lazım, kömək eləyərsən. Hə, otur. Otur. Nə itələyir? Otur. Otur Bunu itələmirsən, getdiyimizi itələyirsən. Hə. Səni Allah göndərdi. Özümə bəzən fikirləşdik kimə deyək, sən özün gəldin, öz ayağınla gəldin. Sən də maşındadır. Hə? De maşın deyil qabaqda. Deyib itələyə bilməsək, bəlkə baxarıq. Bəlkə xoddandı, indi xoddanmasa itələməli olacaq. Nə qədər ki yanı boşdur. Hə, hamı elə deyir, sənin 24-ün. Deyir ki, sən də üstünə bir nəfər yazmış, alıram maşını, tez şeylə, mənə zəng elə, nömrəsini zadın yazır. Deyir, maralıma bax. Onun sağında Yox, bura sağla. Primska ilə xodlayacaq da, Primska ilə xodlamağa cəhd eləyəcək. Alınmasa... Belə demirsən, Murat? Hə, belə deyirdim. Nə vecmə, zamokunu da düzəltmişəm. Düz takayı sonra vurup şey yandırarsın. Plesi takmışsın. İnanırsan ki, açıq rəng paltarım qalmayıb, bəzimdə görə. Hamısı yağ, zat, hamısı axır. Neçə ağ köynəyim gedib, şalvar gedib. Onlar da yaz maşının asfaltın üstüne. Hə, özümü onu da yapırım. Aha. Güzel qismət. Bir dənə belə yoxlayaq görə nə deyim. Gözlə. Buna başını itələmək lazım. Gaz vermə ehtiyac yoxdur, gaz vermə ehtiyac yoxdur. Yox, biraz qalsın dəstəyəcək. Bu maşını ancaq silməklə, bir də itələməklə məşğulam hələ ki. 50'ye. Allah. Все. Bravo, bacardı. Bu itələmədi. Bacardı. Ama kardeşimin maşını dersen toku öldü. İndi sən də batardı. Deməli, dəstini gətirdi. Mən bir dənə belə saxlayıb, bura səkkapları bağla, bura Mən vermə. sizi təbrik edirəm, düz oldu. Xodlandı maşın, çünki itələmədi. Bu maşını almanın halını itələyir. İndi bizim alın təpə eləyək. Çünkü ben geldim, ayağım yüngül oldu. Sən əcəməcək hər şey oldu. Ayağım yüngül oldu koddandı. Değerde götürdüm ki buradan kristala kimi basındı bunu. Allah. İkisinin günündə. Öyle toz torpağın içinde. Araba yıka bilmedi bunu. Bəs 24 yıkacak. Herhalde da. Havun dili var bana düşüyor. Bu bana düşüyor. Yiyir gitmişiz. Yiyir. Akıdı. Bir sıfat atı da. İzləyicilərdən YouTube'da mənim durub vloguma baxmırsınız. Belə olmaz. Yavaş ol vurarıq. Murad hələ partikiyə baxmayıb. Hələ atmışam mən. Atmışam, o bizim WhatsApp atmışam. At bloka. Hə. Görmədim.
Kim baxmır atbloka? Hə. Bax bu gün gözlərsən patpiska olmasına heç nə. Ya bu gün mütləq baxacağam. Bu 24 alanda kimsə günahına girmirsən Yusuf. Yo 24-də alanda bilirdim ki belə bir vəziyyətə düşəcəm. Amma laf belə də gözləmirdim çünki Mazda-da dedim hər şey Mazda-dır. Hə dostlar. Deməli kodladıq. Akkumulatoru bir təzə etdi. Amma ki neçə vaxt kodlanmır, bilmirəm top bitirir yoxsa magnetonu yanlış qoymuşam, bilmirəm hansı problemdir. Səs-küydən bilmirəm səsim gəlir ya yox. Bu taraflarını da bağlamayıb bura, o səs eləyir. Tak medalar. Mən gedirəm muştanı bıraxır da dediyim kimi, ikincisi bıraxır, gedirəm onu gətirməyə. Deyirlər, YouTube'da kommentlərdə dostlamışam deyir ki, mən çox danışıram, hekayələr danışıram, yox nə edirəm. Əslində baş verənləri danışıram, yəni ki, həm tanışdıq, həm... Amma nəzər alacaq da, yəni ki, çox danışıyorum, ancaq iş göstərəcəm. Hələ ki, yorğunçuluq ola bilər, sizi yora bilər, bilməm, darıxdırıcı olar, bilməm, siz necə baxırsınız. Hələ bir yığmaq məsələsində keçməmişik. Biz hələ maşını getməklə bağlı danışırıq. Maşını düzəltməliyik ki, maşını getsin ki, yığmağa başlayaq. Ən maraqlı hissələr qabaqdadır. Maşını necə yığacaq, kraskasından tutmur, salonundan tutmur, disk təkərdir, nə bilim, bütün maraqlı hadisələr qabaqdadır. Sadəcə olaraq indi ilkin mərhələlərdə maşını getməyə vəziyyətini yetirək, ilk işləri qalırlar, tam bitirəndən sonra yavaş-yavaş keçirik maşının ən maraqlı hissələrindən, maşının yığmaq hissəsinə. Orada sizin fikirləriniz də maraqlı olacaq. Sizin məsləhətlərinizdən bir dənə istəyirik, maraqlı bir dənə proyekt əmələ gətirək. Görək nə olur. Çox həvəsliyəm. Siz də dəstəyimizi verin. Mən də daha həvəsliyəm. Gəlib bir təhər çıxdı. Bura görmüsünüz yəqin ki, maşın anda birinci bura gəlmişdim. Salam usta. Aleyküm assalam. Evet. İnşallah bugün bizi xilas edirsiniz də bu bəladan. Baxmayaq da düzəldik. Düzəldi. Bunda hələ ki, nə bilim, çox xırda şeylərdir, yorucu şeylərdir hələ ki. Axı akkumulyator təzə almışam, qoymuşam ora, bilmirəm, tok itirir, neynir? Niyə olsun ki, öz başına? 5-6 gün sürmədim, öldü. Hemen aldığın yere baktır da. Ha, görəcəm şeyə. Dinamadı. O dinamo yoxlatdırmışam. Yoxladım. Ola bilər, hə, dəyir o halsa. Muradik, hə? Deyirsən, nə zibə düşmüşəm, hə? Oturmuşdum istirahət günümdə, evdə. O şeydir də o. Jütkes. Şitkis deyil. Yox, bir şey soxun, o yağdır. Yaxşı, yağdırsa. Buradan yağdır. Korobkanın yağı ola bilər. Yox, nə xarab. Buradan gəlir. Üstüne o yumuşağı. Buradan hardansa bu arena gəlir. Ay, üstə düşdü. Su da şeydir. Bən nə yağdır o, eləsi? Motorun yağıdır ki bu. Bu sudur, kolonfon yağı. Bizə nə qədər yağ axmışdı yerə? Mən başlayışım, qılanla da bıraxır yəni. Həm qılanla bıraxır, həm bu. Hə, nəsə Şitkis söhbət. Çünki yağını təzə dəyişmişəm, yerində idi yağ. Yox, deyirəm ki, ikisi daxıdır. Bu daxıdır. Hə, çünki qabaq az qutarır, indi birdən-birə qutarır. Tərtəmiz. Bu şoruldu yer. Ha. Bu yuxarıdakı nədir? Bu qara nədir bax qara? Korobkanı söktürmüşəm. Yox, korobka arxadadır. Motorun yağıdır o. Motoru da burada filtrdən yuxarıdan baxan yer nədir orada böyüdür. Yağı yerindədir axı. Yağı yerindədir. Nə olsun? Bu belə yağla çeyrəməcək bu. Əməli bax şoruldadır. Üstünüzə işin yerinə qoydum. Görsən, sıta ki biz rəngindən tutmuşduq ki, bu nəsə Şitkis yağının şeyinə oxşamış. Belki katışır şeyine motorun üstünde. Sənin maşında biz neynədik? Biz bir tormuzun sistemi hamısını Hə, dəyişdik. sorumuzdan istəyəm. Dedim o nəsə başqa şey. Bunlar qalır da bir doxundu. Ha, perdoku yığılmalıdır. Ya buna çata bilirəm ki, maşın gedir ki, bunun şeyini çatmalı. Üstündəki 24 şeydir. Ha. Buradan axan neydi təpəmizə? Bu baçoq qırılır, patlaqdır. Bir də bu nədir? Bax, bura yağdır. Mən nə deyirəm də buradan farsumkadır, barsumkadır deyir. Hə, doğru. Bu qoyduqlar bu olsun dibidir o. Bu deyirsən şeydir, axıdır. Onu görə. Buradan... O yağ yerdir ora. Nə probkasıdır o, bilmirəm. Yox, idi Bax, axı belə bir şey. bir, iki, bəs mən onu dedim, yağdır. Bu da baçoqdur deyəsən, qırıqdır səndə. Çox qırıqdır. Hə, baçoqun altı da bıraxır, dəyişərik. İçəri bıraxmır ki.
salona bilmirəm. Ancaq aşağıdır da. Deyim də aşağı şey edeyim onda. Basıq da buraxırsa basıq dəsin. Ha, yaxşı deyil, 24 olmağa yaxşı. Aşağı çıxardım görüm marketlə var ya. Bir də o yağ yerinə baxardı mən daxildan. Yağı makaris var. Özü bizim makarislər yox. Murat, sən tapmısan deyəsən. Usta iş başında. Ha, Aydın usta. Sənətkar. O şimdi düzəltdik. Aydın usta iş var. Mustafa usta düzəltdi. Yarım söylədim. Hə. Sporusunu başlı bağladım. Əsl tapdıq, sanikləri getdik tapdıq. Çətin də olsa. Hə, orada basukdunu buraxılmış. İndi deyir usta ki, yağ da buraxılmış. Yağa baxırıq, yerindədir, urvin. Amma yerə yağ dağılır. Gedib indi onu axtarmalıyıq, batarisi itməliyik. Görəsən hardan axırıb yağ. Hə. Hər şey qalsın qırağa, bu bagaj əyilib. Bütün burada oranı cızdı elədi, açılmır, əyilib. İlişir, açılıb bağlanır. Çək oranı salına günə qoyuyor. Hər dəfə kraskanın tutması vardı. O şimdi dərd bitmir. Siz almayın, mən etdim, siz etməyin. Qazimdə də yaxın durmayın. Həvəsiniz öləcək. Mən də ölməyəcək işte. Bəli. Koy içəri. Əyildi. Bu dəmirçi aparalım, onu içərini onu içərsin. Zibə düşüyorsun. Yandığı yer niyə belə bir şey olsun ki? Əməli başlı baxıb içəri. Deməli başladı. Nazən qanım ona qaraldı. O zülümdür, ona çıxartmalıdır, çəkişləməlidir. Bizim çıxamız da sağ olsun xəyal. Geleceğin maşinəs. Sorsun başını düzəltdi, usta, sağ olsun. Usta bağladı onun yerinə. Karpqanı çıxartmışdıq. Çıxardıb düzəldi, o bıçaqlar əyilmişdi keçən dəfə. İndi psikozik başım bağlamış, yolda qaldı əlimdə. İndi açdım, baxdım, YouTube bir şeydi qırası. Bağladı yerinə. Sağ olsun ustamız da. Bagaj şimdi bir vaxt tap gəl. Bagaj. Bagajdan gerek burada olsun ya. Muhalifəyə də yerdir. Ben dedim çıxmadı. Bu da şeydi, ona bax, onu açıb bağlamış, o da əyildi. Şey regrat da var, dolar. Hələ onun dəmirçi klasik işinə var, bu özünü gəlsin. Nələr edir, yaxşı edir. Bu usta var ya, bu ərtində. Yaxşı usta var. Söz. Yaxşı regrat edir. Maşına. Qapılarda edir. Baxın. Baxın, gör nə Hə. gözəl. Sənətkar. Sağ ol, hə. Bir də yox. Yerin bilirsən də son. Hə dostlar, bugünlük də beləsən bitdi. Düzəltdik mutfağını da. Amma bir dənə dərd oldu ki, bayaq dediyim kimi motorda nəsə yağdan yer çıxdı. Bizdə bir yağ tökən, o yağı dəyişdim. Yəyin çox töküb, nəsə axıb dağıltma. Amma indi axmır. Məncə vurub çıxardı artıq olan yağı. Belə dostlar, bugünkü şeydə bitdi, nədir o? Usta macəramız. Gələn videolarda növbəti ustalarda görüşək.